Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Mən Müəllimlər Birliyi Akademiyasının Azərbaycan dili və ədəbiyyat, eyni zamanda kurikulum müəllimi Səbinə müəllimə. Bugünkü videomuzun məqsədi sabah, yəni 10 may tarixində Naxçıvan Muxtar Respublikasında keçiriləcək sertifikasiya imtahanına dəstək olmaqdır. Ümid edirəm ki, əziz müəllimlər, bu video sizin üçün faydalı olacaq və imtahanda uğur qazanmağınıza kömək edəcək. İlk öncə videomuzu bəyənməyi, videomuza rəy yazmağı, eyni zamanda kanalımıza abunə olmağı unutmayın. Bu bizə daha faydalı videolar hazırlamaq üçün böyük motivasiyadır. Eyni zamanda da sizlərin daim olaraq videolarımızdan xəbərdar olmağınız üçün kanalımıza abunə olmağınız kifayətdir. İndi isə gəlin sualların izahına birlikdə başlayaq. İlk sualımızda frazoloji omonimləri müəyyən edin. Gəlin başlayaq bir-bir müəllimlər təhlil etməyə. Huşunu itirmək nə deməkdir? Huşunu itirmək özündən getmək və yaxud heyran olan zamanda huşunu itirmək ifadəsini işlədə bilərik. Biz burada iki mənanı ifadə etdik artıq. Qabağa salmaq. Qabağa salmaq ifadəsi önə keçirmək və yaxud kimisə məcbur edib irəli vermək mənasında qabağa salmaq ifadəsini işlədə bilirik. Yəni omonimlik xüsusiyyəti var. Üçüncü, cəhcəh vurmaq. Cəhcəh vurmaq odur ki, əsasən quşlar oxuyan zaman biz deyirik ki, quşlar cəhcəh vurur. Burada yalnız bir məna ifadə eləyəcək, başqa bir mənası yoxdur. Odla oynamaq. Odla oynamaq odur ki, təhlükəli bir iş görən zaman deyirik ki, odla oynayırsan. Bir mənası var. Ayaq açmaq ifadəsi isə yeriməyə başlayan insan, uşağa deyirik ayaq açıb. Bir də tez-tez gedib gələndə, vərdiş eləyəndə biz buna ayaq açmaq frazoloji birləşməsi də deyirik. Deməli, baxırıq variantlarımıza, hansında daha çox omonimlik oldu. Deməli, birinci variantımız, ikinci variantımız və beşinci variantımız frazoloji omonimlər olmuş oldu. Və bizim doğru cavab variantımız A variantıdır. Sual 2. Hansı sözlər bir-biri ilə eyni köklü ola da bilər, olmaya da bilər? Məsələn, bağlı, bağça. Bağlı nə deməkdir? Bunun sözün kökü bağlı, bağçalı mənasında işlənə bilər. Sözün kökü bağlı, leksik şəkilçi. Bağça sözündə bağ sözün kökü ça, leksik şəkilçi. Burada bağlı, bağçalı mənasında işlənə bilər. Bundan əlavə olaraq həm də deyir ki, aid ola bilər, olmaya bilər. Olmaya bilərsə bağlı. Yəni, məsələn, qapı bağlı. Burada artıq bağ mənasında işlənmir. Bağlı mənası. Deməli, biz biri götürə bilərik. Bir uyğundur. Çünki əlaqəli həm sayıla bilir, həm əlaqəsiz də sayıla bilir. Biri var bağlamaq, biri var meyvə bağı mənasında. Bir uyğundur. 2-yə baxırıq. Qalat, qalansın. Qalansın qalanmaq sözündən yaranıb. Amma qalat qalan sözündən yaranmayıb. Ona görə bu uyğun hesab olunmayacaq. İki variantlarımızı çıxırıq. E variantı və D variantı səhvdir. 3-ə baxırıq. Sönməz, söndürmək. Hər ikisi sön, nə et, söndür, nə et. Biri sönməməyi, biri də söndürməyi bildirir də. Ona görə həm aid ola bilir, həm aid ola bilmir. 3-ü də götürürəm. Sayğac, saylı. Sayğac sözü say, nə et, feillə bağlıdır. Ancaq saylı sözü sayla miqdar bildirir də, rəqəm bildirir. Nə? Say. Bura ümumiyyətlə uyğun hesab edə bilməyəcəyik 4-ü. 4-ü də çıxırıq. 4-ü də çıxırıq. Qorxaq, qorxutmaq. Burada hər ikisi qorxu anlayışı bildirir. Qorxaq, qorxutmaq. Biri qorxan adam mənasında qorxaq. Biri də qorxu yaratmağı bilir. Yəni kimsə qorxutmaq. Deməli 5-i də götürə bilərik doğru variant kimi. Doğru cavabımız 1, 3, 5. Cavab B variantı olacaq. Üçüncü sualda deyir ki, mürəkkəb sifət işlənmiş cümlələri müəyyən edin. Biz ümumiyyətlə bilirik ki, mürəkkəb sifətlər necə yaranır? Mürəkkəb sifət iki sözün birləşməsi ilə yaranan sifətlərə deyilir. Defislə yazıla bilir, birləşik yazıla bilir. Gəlin baxaq. Yenə həmişəki kimi rəngbərəng paltarlarımı geyinib. Rəngbərəng sifət görürük burada, rəngbərəng. Baxın, mürəkkəb sifətdir. İkinci sualda, Elçinə açıq qırmızı rəng çox yaraşırdı. Necə rəng çox yaraşırdı? Açıq qırmızı. Baxın, sifətdir, açıq qırmızı. Deməli, 1 də doğrudur, 2 də doğrudur. 3-ə baxırıq. İnsan həyatda daima alicənab olmalıdır. Daim alicənab olmalıdır. Yox, burada yoxdur. 3-ü çıxıram.
Dumanlı yol qəzasından sonra orada saysız hesabsız şüşə qırıntıları var idi. Aha, bu cümlə sizi karıxdıra bilər. Saysız hesabsız əslində burada sizə sifəti xatırlada bilər. Ancaq burada sifət deyil, saydır. Çünki müəllimlər, burada bilirsiniz məqam nədən ibarətdir? Saysız hesabsız mürəkkəb sifət kimi görünə bilər. Ancaq burada şüşə qırıntısının miqdarını bildirir. Yəni say bildirən söz kimi işlənib. Ona görə biz bunu mürəkkəb sifət götürməyəcəyik. Burada say mənasında işlənib. Deməli 4 variantlarımız da yanlışdır. Doğru cavab variantımız A variantı qalır. Gəlin 5-ə də baxaq. Şəhərdəki binaların hamısı çox mərtəbəlidir. Necədir? Çox mərtəbəlidir. Xəbər vəzifəsində işlənib. Doğru cavabımız 1, 2, 5. Yəni A variantı. Sual 4. Hansı cümlələrdə say işlənib? Müəllimlər, gəlin baxaq. Birincisi bunu sizə mən demişəm. İkincisi onun heç bir mövzudan xəbəri yoxdur. Burada birincisi, ikincisi sözləri say deyil. Burada modal sözdür. Yəni fikrin ardıcıllığını bildirir. Görürsüz, cümlədə də vergül vasitəsilə ayrılıb. Vergül vasitəsilə ayrılıb. Yəni demək ki, Azərbaycan dilində bu kimi sözləri biz nə götürəcəyik? Köməkçi hissəsi olan modal götürəcəyik. Bir variantı yanlışdır. A və C variantlarını silirəm. Bunun elə birincisi də, ikincisi də bizimdir. Aha, burada birincisi, ikincisi sıra sayıdır. Sırasını bildirir. Bunu götürə bilərik. Yəni ikinci variantı götürə bilərik. Bura bir dənə plus işarəsi qoyaq. Sizə neçə kitab lazım olacaq? Burada ümumiyyətlə say yoxdur. Burada necə sözü, necə kitab lazımdır? Bu sual əvəzliyidir. Baxın, sual işarəsi də qoyulub. Deməli 3 də yanlışdır. 3 variantlarını da silirəm. Axı dedim ki, bunları 10-10 bura daşıyın. 10-10 sözü ümumiyyətlə say təkrarı ilə düzəlsə də, burada hərəkətin tərzini bildirir. Necə daşıyın? 10-10 daşıyın. Yəni burada zərfə çevrilib. Say kimi bu şəkildə say işlənə bilir. Amma hal-hazırda cümlədə bunun yeri zərfdir. Ona görə 4-də çıxırıq. Variantlardan 4-də çıxdıq. O bizə xoş bir mahnı oxudu. Aha, bax, bir var deyirəm ki, o bizə xoş mahnı oxudu. Bir də deyirəm, o bizə xoş bir mahnı oxudu. Biz biri bura əlavə etməklə cümlənin nəyini artırmış olduq? Cümlənin intonasiyasını, cümlədə mənanı qüvvətləndirmiş olduq. Deməli, bir sözü burada say deyil, burada ədatdır. Köməkçi nitq hissəsi olan ədatdır. Deməli, 5 də yanlışdır. Bizim yalnız və yalnız doğru variantımız olacaq ikinci. Bunun elə birincisi də, ikincisi də bizimdir. Cavab variantı olaraq D variantı doğru hesab olunacaq. 5-ci sualda deyir ki, hansı cümlədə işarə əvəzliyindən sonra vergülün işlənməsi doğrudur? Bu hər insana qismət olmur, qədrini bil. Demişik ki, o bu əvəzliyindən sonra əvəzlik gələrsə vergül qoyulmayacaq. Baxın, budan sonra, bu işarə əvəzliyindən sonra müəllimlər hər əvəzliyi gəlib. Hər əvəzliyi gəlib deyə burada vergülün işlənməsi yanlışdır. Deməli, A variantı yanlış ifadədir. O bizimkiləri gülərüz qarşıladı. Yenə o əvəzliyindən sonra biz əvəzliyi gəlib. Yenə işarənin işlənməsi yanlışdır. B variantı da yanlışdır. C variantına baxırıq. Bu bizim. Yenə bax, budan sonra bizim əvəzliyi gəlib. Yenə işarə yanlışdır burada işlənməsi. C də yanlışdır. D variantına baxırıq. O həyətdə bizi gözləyir. Söz səhv düşüb. O həyətdə bizi gözləyir. Baxın, bizə sualda deyir ki, işarə əvəzliyini göstər. Amma D variantında bizə o şəxs əvəzliyi verib. Deməli, D variantı da buna görə yanlışdır. E variantı isə bu xəyal deyil, həyatın özüdür. Aha, E variantında bu işarə əvəzliyindən sonra, baxın, xəyal ismi gəldiyinə görə durğu işarəsi E variantında doğru işlədilib. Ona görə 5-ci sualımızın doğru cavab variantı E variantı olacaq. 6-cı sualda deyir ki, fe'li sifət tərkibi mübtədanın ifadə vasitəsidir. Yəni deyir, fe'li sifət cümlədə mübtəda vəzifəsindədir. Gəlin baxaq. İclasdan çıxanlar çatanda artıq gec idi. Müəllimlər, təhlil eləyək cümləni. Nə idi? Nə zaman gec idi? Birinci xəbərə sual verək. Nə gec idi? Artıq gec idi. Nə? İclasdan çıxanlar çatanda. Nə zaman gec idi? İclasdan çıxanlar çatanda. Bu artıq cümlədə zərflik olacaq. Deməli, burada fe'li sifət mübtədanın ifadə vasitəsi olmadı. Burada fe'li bağlama oldu. Bax, çatanda, anda, əndə fe'li bağlamanın şəkilçisidir. Deməli, A variantı yanlışdır. B variantına baxırıq. Yeni alınanları dünən göndərmişdim axı.
Nəyi göndərmişdim? Nəyi? Yeni alınanları. Yeni alınanları burada tamamlıq vəzifəsindədir. Mənə deyir mübtəda olsun. Deməli B variantı da yanlışdır. Gərək çağırılanlar vaxtında gələydilər. Kim gələydi? Çağırılanlar. Burada mübtəda fe'li sifət tərkibi deyil. Sadəcə fe'li sifətin özüdür. Çağırılanlar. Bura çağırılanlar tərkib yaratmayıb. Mənə fe'li sifət tərkibi soruşur. Ona görə C variantı da yanlışdır. E variantına baxaq. Onların oxuyanları da təklifi başa düşmədi. Burada onların oxuyanları üçüncü növ təyini söz birləşməsidir. Bu birlikdə üçüncü növ təyini söz birləşməsidir. Yəni ismi birləşmədir. Bizdə fe'li sifət tərkibi deyir deyə biz bunu götürə bilmərik. Axı bu fe'lə aiddir. Deməli E variantı da yanlışdır. Qaldı sonuncu D variantı. D variantında deyir ki, müəllimlər, deməli, işin sonunu bilənlər bu oyuna qatılmalıdırlar. İşin sonunu bilənlər bu oyuna qatılmalıdırlar. Nə etməlidirlər? Qatılmalıdırlar. Kim qatılmalıdır? İşin sonunu bilənlər qatılmalıdır. Baxın, birlikdə tərkib yaradaraq mübtəda vəzifəsində cümlədə iştirak etdi. Deməli, sualımızın doğru cavab variantı D variantı olacaq. 7-ci sualda Anar aşağı düşəndən sonra illərlə görmədiyi qardaşına bərk-bərk sarıldı cümləsindəki zərflərin işlənmə ardıcıllığını müəyyən edin. Gəlin baxaq. Anar aşağı düşəndə aşağı nədir? Haraya? Yer zərfidir. Düzdürmü müəllimlər? Haraya, yəni yeri bildirir. Deməli aşağı olacaq yer zərfi. Yer zərfi ilə başlayan variantlarımız A, B, D, E variantıdır. O zaman C variantımızı silirik. İllərlə görmədiyi, illər nədir? Zaman bildirir. Kəmiyyət də bildirə bilər. Bir dənə baxaq, kəmiyyət zərfi də ola bilər. Çünki burada larlə, lərlə şəkilçisi var. İllərlə görmədiyi qardaşına bərk-bərk sarıldım. Aha. Yox, burada illərlə görmədiyi deyirsə, burada mütləq ki zaman var. Yəni müəyyən bir zaman görmədiyi. Nə zaman? Deməli mən bunu zaman götürəcəm. Kəmiyyəti də çıxıram. Qardaşına bərk-bərk sarıldı. Hansı tərzdə sarıldı? Tərzini bildirir. Nə tərzdə sarıldığını bildirirsə, burada olacaq tərzi hərəkət. Doğru cavab variantımız D variantı olmuş olacaq. 8-də deyir, hər tərəf qaranlığa bürünmüşdür cümləsində təhlilə aid olmayan fikri müəyyən edin. Aid olmayan fikri soruşur. Gəlin bir-bir baxaq. Xəbərin ifadə vasitəsi quruluşca düzəltmədir. Xəbərimiz nədir? Bürünmüşdür. Bürünmüşdür deməli, sözün kökü bürünmək, ün leksik şəkilçidir. Yəni düzəltmə feildir də. Deməli bu doğrudur. Bürünmüşdür. Bu doğrudur. B variantına xəbər nəqli keçmiş zamanda işlənib. Bürünmüşdür. Mış, miş, muş, müş nəqli keçmiş zamanın şəkilçisidir. Deməli B variantı da doğrudur. Mübtəda ismi birləşmə ilə ifadə olunub. Mübtəda ismi birləşmə ilə ifadə olunubsa, deməli hər tərəf bir mübtədadır və burada qeyri-təyini yanaşma əlaqəsidir. Yəni təyini söz birləşməsidir. Bu zaman təyini söz birləşmədirsə, bu da ismi birləşmə ilə ifadə olunub. C variantı da doğrudur. Xəbər feilin qayıdış növündə işlənib. Bürünmək feili, bəli, qayıdış növdədir. In, ün burada qayıdış növünün şəkilçisidir. Mübtəda yer zərfi ilə ifadə olunub. Xeyr, mübtəda hər tərəf söz birləşməsidir. Hər tərəf söz birləşməsi də yer zərfi deyil. Burada mübtəda təyini söz birləşməsidir. Yəni hər tərəf burada zərf olaraq işlənməyib. Yəni burada hər təyini əvəzlikdir. Ona görə bizim yanlış cavabımız olacaq D variantı. 9-cu sualda deyir ki, qəbul olanları gördükdən sonra ümidlə çalışır, səhərə kimi dərs oxuyurdu cümləsindəki qoşmalara aid olan fikri müəyyən edin. Gəlin baxaq. Cümlədəki qoşmalara aid olan fikri müəyyən edin. Burada qoşmaları gəlin biz ilk öncə tapaq. Qoşmalar hansılardır? Sonra, daha sonra kimi qoşmalarını görürük. Deməli, eyni məna növünə aid deyil. Sonra burada zaman qoşmasıdır. Kimi məsafə bildirən qoşmadır. Deməli, doğru fikri soruşurdu. Deyir, eyni mənaya aid deyil. Hərəsi ayrı-ayrına aid olduğuna görə deməli biri doğru götürə bilirəm.
Eyni hallı sözlərə qoşulub. Bu yanlışdır. Biri gördükdən sonra qoşub. Bax, gördükdən sonra. Gördükdən çıxışlı haldadır. Dandan çıxışlığın şəkilçisidir. Biri də səhərə, a-ə yönlük hala qoşulub. Yəni eyni hallıya qoşulmayıblar. Fərqlidirlər. Deməli iki variantı yanlışdırsa, B-ni çıxıram, D-ni çıxıram. 3-ə baxıram. Qoşmalardan biri feil sifətlə işlənib. Bu doğrudur. Gördükdən sözündəki dük var. Bu dük, dık, dik, dükün deməli çevrilmişdir. Yəni bu feili sifət şəkilçisidir ki, bundan sonra qoşması işlənib. Bu doğrudur. 3-ü götürürəm. 1, 3. Deməli A-nı da çıxıram. A-da 3 variantı yoxdur. Qoşmalardan biri feili bağlama ilə işlənib. Qoşmalardan biri feili bağlama ilə işlənib yanlışdır. Yəni Azərbaycan dilində qoşmalar ümumiyyətlə feili bağlamaya qoşulmurlar. 4 də yanlış olduğuna görə doğru cavab variantımız C variantı qalır. Yönlük halla işlənən qoşma qrammatik homonim kimi çıxış edə bilir. Bu doğrudur. Yönlük halla işlənən qoşma burada kimidir. Baxın, kimi qoşmasıdır. Kimi qoşması da həm qeyri-müəyyən əvəzlikdir, həm də qoşma kimi işlənir. Yəni homonimlik xüsusiyyəti var. Ona görə 1, 3, 5 doğru cavab C variantı olacaq. 10-cu sual fonetik təhlillə bağlıdır, ancaq bizdən aid deyil. Yəni yanlışı soruşur, səhvi soruşur. Gəlin baxaq, cəldlik sözünün fonetik təhlili olacaq. Cəldlik. Cəldlik olduğu zaman deyir, tələffüzündə 2 fərqli məqam var. Xeyr, tələffüzündə 3 fərqli məqam var. D, t-ya keçdi, l, d-ya keçdi, k, x, üstü-ya keçdi. Deməli, bir yanlışdır, biri götürəcəyik. Cingilti və kar samitlərin sayı eyni deyil. Gəlin baxaq. T, x, üstü-ya cingiltidir. C, D, L, bu isə deməli T, x üstü kardır. Üzr istəyirəm. C, D, L isə cingiltilidir. Bəli, eyni deyil. Deməli 2 doğrudur. Məndən səhvi soruşur. 2 doğrudursa 2-ləri çıxıram. Samitlərdən ikisinin kar qarşılığı yoxdur. Samitlərdən ikisinin kar qarşılığı yoxdur. Burada yalnız L-nın kar qarşılığı yoxdur. Qalan hamısının var. Deməli 3-ü də götürürəm. Y səsinin kar qarşılığı işlənib. Bəli, Y səsinin kar qarşılığı xüsusi işdirikdir. Bu da işlənib sözdə. 4 səhv düzdür, mən onu siləcəm. Kar cingiltili samit cütlüyü işlənməyib, amma işlənib. İşlənən T və D-dir. Bunlar cingiltili kar qarşılığıdır. Deməli, cütlük hesab olunur. Deməli, 1, 3, 5 yanlış variant olacaq. Yəni, testə görə yanlış, bizə görə doğru cavabımız olacaq E variantı. Əziz və dəyərli müəllimlər, bu sınağımızın izahı bura qədər. Daha çox sınaq əldə etmək istəyirsinizsə, 051 641 88 34 nömrəsi ilə əlaqə saxlayaraq mənimlə əlaqə saxlaya bilərsiniz. İmtahandan sonra da suallarınızı mənimlə paylaşa bilərsiniz.